Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz Azərbaycan dili, deməli, fəsil 3-dən yolda təhlükə olacaq 1-ci sinifdən uşaqlar 1-ci hissədən. Şəkillər üzrə danışın və suallara cavab verin. Hansı yol hərəkəti qaydalarını bilirsiniz? Hansı yol hərəkəti qaydalarını bilirsiniz? Əlbəttə ki, məsələn, svetofordan düzgün istifadə qaydaları var. Məsələn, piyada keçidindən düzgün istifadə qaydaları var. Piyada keçidi olmadıqda yerüstü keçiddən və yaxud yeraltı keçiddən istifadə etmək lazımdır. Və s. və s. Bu yol hərəkət qaydalarını bilirik. Uşaqlar hansı qaydaları pozurlar? Uşaqlar piyada keçidindən keçməyərək birbaşa maşının üzərinə adlayırlar və bu da əlbəttə ki, yol hərəkət qaydalarını pozur. Bu uşaqlara nə məsləhət verərdiniz? Daha səbirli olmağı, piyada keçidindən istifadə etməyi, yoxdursa yeraltı keçiddən və yaxud yerüstü keçiddən istifadə etməyi, əgər o da çox uzaqlıqdadırsa, yolun nisbətən sakinləşməsini və maşın olmadıqda yolun digər tərəfinə keçmələrini məsləhət görərdim. Tapmacanı oxuyun və suallara cavab verin. 3 qardaş var bir qutuda, biri deyir sən dayan, dur, biri deyir diqqətli ol, biri deyir indi buyur. 3 qardaş dedikdə nəyi nəzərdə tuturlar? Uşaqlar, bu işıqfordur, yəni svetofordur. Bunu nəzərdə tuturlar. Yəni biri deyir dur, qırmızı deyir dur, sarı deyir diqqətli ol, yaşlı isə deyir buyur. Hansı qardaş indi buyur deyir? Yaşıl rəng. Bəs qırmızı rəng nə deyir? Qırmızı rəngdə sən dayan, dur deyir. Nöqtələrin yerinə uyğun hecalar əlavə edib dəftərinizə köçürün. Şıl. Şıldırsa olacaq nə? Yaşıl. Yadırsa bu olar məsələn maya. Maya da ola bilər, maşın da ola bilər. Nəysə uşaqlar, gəlin belə eləyək. Birinci olacaq təyyarə, ikinci olacaq maşın, üçüncü olacaq araba, dördüncü olacaq yaşıl, 5-ci olacaq yardım, 6-cı olacaq yoldaş. Baxın belə. Şəkil üzrə danışın, şəkildə təsvir olunmuş binaların adlarını qeyd edin. Gəlin baxaq. Məktəb, polis binası, xəstəxana, kitabxana və zoopark kimi binalar var. Hətta bu bir tərəfdə Ayxanın evi var. Şəkilə diqqətlə baxın, suallara cavab verin. Məktəb hansı binanın qarşısındadır? Xəstəxananın. Zooparkın yanında hansı bina var? Kitabxana. Ayxancının evinə ən yaxın bina hansıdır? Evinə ən yaxın bina xəstəxanadır uşaqlar. Aha. Ayxana evdən zooparka getmək üçün göstərişlər verir. Ayxan evdən çıxacaq. Ayxan öncə xəstəxananın yanı ilə keçəcək. Xəstəxananın qarşısından keçdikdən sonra polis məntəqəsini keçəcək. Polis məntəqəsinin qarşısından sağa dönəcək. Dümdüz gedəcək və yolu keçib zooparka çatacaq. Belə. Ayxan ünvanı tapmaq üçün yoldakı adamlara müraciət edir. Aşağıdakı sözlərdən istifadə etməklə Ayxana cümlə qurmaqda kömək edin. Aha. Aha, gəlin kömək eləyək. Bağışlayın. Mən zooparka necə gedə bilərəm? Zəhmət olmasa mənə zooparka getməyə kömək edə bilərsiniz? Xahiş edirəm, zooparka ən qısa məsafədə necə gedə bilərəm? Bu tipli cümlələr quraraq Ayxan zooparka getməyi daha da asanlaşdıra bilər. Şeiri oxuyun, şəkillərə uyğun olan cümlələri tapın. Yaşıl işıq yananda, maşınlar dayananda, yolu cəld keç, yubanma, hara gəldi boylanma, ayaq saxla bir dayan, yolu keçmə buradan, keç yeraltı keçiddən, uzaq ol təhlükədən. Yeraltı keçid ikinci şəkilə aiddir uşaqlar. Maşınlar dayananda, yəni yaşıl işıq yananda isə bu aiddir birinci şəkilə. Belə. Qruplarla iş var. Uşaqlar, bu qruplarla iş sizin öz evinizdə, məktəbdə eləyə biləcəyiniz işdir. Yəni, mən buradan onu göstərə bilmərəm. Növbəti testə keçsək, mətn oxuyun, suallara cavab verin.
Dağ yolunda biz ailəmizlə dağa gedirdik. Yolun kənarında bir işarə gördük. Atam maşını saxladı. Mən səbəbini soruşdum. O dedi: "Samir, gərək ehtiyatlı olaq. Qayadan daşlar tökülə bilər." Samirgil hara gedirdilər? Dağa. Dağ yolunda hansı təhlükələr vardı? Qayadan daşların tökülməsi, yəni böyük ehtimal torpaq sürüşməsi və yaxud tektonik hərəkətlər də ola bilər. Sizdə yolun kənarında hansı işarə vardı? Yolun kənarında bu işarə var idi. Görürsüz ki, burada yuxarıdan bir şeylər tökülür. Qayadan daşlar tökülən işarədir. Samir atasından nə soruşdu? Həmin cümləni dəftərinizə götürün. Ata, niyə dayandın? Bunu soruşdu. Yaradıcı iş isə uşaqlar sizin öz evinizdə dediyim kimi eləyə biləcəyiniz bir şeydir. Bu ancaq məktəbdə və evdə eləyə biləcəyiniz yaradıcı işdir. Mən bunu telefon üzərindən təəssüf ki, göstərə bilmərəm. Belə uşaqlar, bu günlük bu qədər. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.